Mən belə başa düşdüm ki, uşaqlarda ümumiyyətlə qarında kəskin ağrı varsa, təcili həkimə çatdırmaq lazımdır da. Bəli, məsələ nədir? Məsələ odur ki, bir apendisit ağrısı olsun, hər hansı bir şey, birdən-birə uşaq, məsələn, valideyndir ki, doktor, uşaqları ən çox məktəbdən təcili qarın ağrısı ilə gətirirlər. Dərs arası uşağın ağrısı tutdu, apendisit şübhəsi var. Belə bir apendisit olmur. Yəni, apendisit dediyimiz xəstəlik birdən-birə oturduğu yerdə tutmaz. Apendisit yavaş-yavaş iltihablanır. Bəli, 24-48 saat içində o klinik şikayətlər oturmuş olur. Yəni biz demirik uşağın elə bir qarnı ağrıyan deyən kimi təcili xəstəxanaya qaçır, amma ağrı əgər periodik olaraq təkrar edirsə, bir gün içində baxırsınız ki, bu uşaq dünənki uşaq deyil. İştahı pozuldu, ağrı tez-tez təkrar edir, qusmağa başladı, halı dəyişdi. Zaten cərrahi problem elədir ki, o elə ola bilməz ki, uşağın halını, vəziyyətini dəyişməsin. Mütləq uşağın vəziyyəti statusu dəyişir. Oynamaq istəmir. Ən yaxşı oyuncağını verirsəniz belə imtina edir. Ən xoşladığı yeməyi desəniz belə yemək istəmir. Ən xoşladığı yerə aparsanız belə getmək istəmir və bu o deməkdir ki, burada bir problem var.